Salam, hər vaxtınız xeyir. Bugün sizə dekorativ bitkilərdə tez-tez rast gəlinən göbələk xəstəliyinə qarşı dərman vurulması videosunu çəkməyə çalışacağıq. El arasında unlu şeh kimi bilinən xəstəliyə qarşı biz bugün funksi tipli dərmanlardan istifadə edəcəyik. Topaz, indigo. İndi isə dərman hazırlanma prosesinə keçək. Dərmanı 10 litr suya qatıb tətbiq edəcəyik. mg dərmanı 10 litr suya qatıb tətbiq etməyə başlayacağıq. Dərmanımız hazır olduqdan sonra bu formada nizrət yarpaqları dərmanlamaq lazımdır ki, tez effektinin faydasını versin. Yəni, vaxtında qarşısı alınmasa, bitkini qurulur. Hal-hazırda gördüyümüz kimi bəzi yarpaqlardan qurulma edib, geç görüldüyü üçün müşahidə olunur. Formada bütün yarpaqlar çimizdirilməlidir. Növbəti 10 gündən sonra bir daha tətbiq olunmalıdır. Hələlik çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirik. Səhifəmizi bəyənib daha çox məlumatlar əldə etmək üçün bizi izləyin.